vaxt gələcək, dünya maddi ləzzətdən doyanda mənəvi ləzzətin ünvanını bilmir axı. İmam Hüseynə üst tutacaq. İnsanlıq həmişə çətinlikdə olmur ki. Bilirsiniz, o qədər insanlar var ki, heç bir sıxıntısı yoxdur. Nə maddi problemi yoxdur, nə xəstəliyi yoxdur, nə də başqa. O ləzzət axtarır. Bilirsiniz, adını ləzzət deyirəm, elə qəribə gəlməsin. Yəni həyatda yaşam axtarır, istəmir həyatı belə şablon keçsin. Dünya bir vaxt İmam Hüseynin arxasıca qaçacaq. Nəinki haqqı tanımaq üçün, haqqı yaşamaq üçün, insanlığı yaşamaq üçün. Görürsüz, bəzi insanlar məsələn filmlərə baxırlar, filan motivdə olan filmlərə, kitab oxuyurlar filan motivdə. Niyə? Deyir ki, ruhumu aramlaşdırır. Deməli, ruh qida istəyir. Hələ bu qədər nəfs və şəhvət var ha. Çünki nəfs və şəhvət varsa, heç ruhun qida yadına düşmür. Amma bəzi insanda nəfsdən, şəhvətdən doyur da bəzən. Bəzən doyur, bəzən ürəyi başqa şey istəyir, qaçır müəyyən motivli məsələlərə. İnsanlıq, bu gün fərq var. Amma bir gün bütün insanlıq Hüseynə tərəf qaçacaq. Çünki Hüseynin Kərbəlasını vərəqləmək insanın qəlbinin qidası olacaq. İnsan ləzzət almaq istəyəndə Hüseynin Kərbəlasını vərəqləyəcək. İmam Hüseynə əzadarlıq bunu gündəmə gətirəcək.